20 ildir, son 20 ildir Azərbaycana yüzlərlə, minlərlə əcnəbi futbolcu gəlib. Bu da yüzlərlə, minlərlə kontakt deməkdir. Yəni əcnəbi kontakt deməkdir ki, hansısa ölkələrin futbol, elə bir ki, skautları, futbol agentləri, klubları, nümayəndələri. Əvvəl deyirdik ki, Azərbaycanda pul yüksəkdir, futbolçularımız xaricə getmək istəmirlər. İndi inandırım səni, Balkan ölkələrində belə Azərbaycanda verilən pulları verirlər. İndi gedək də, indi niyə gedə bilmirik? Yəni biz Azərbaycana futbolçu gətirmək çox çətin məsələ deyil. Əlbəttə. Yəni Azərbaycandan futbolçu aparmaq önəmli məsələdir. Ən çətini odur. Elə ona gəlməyə çalışırdım ki, daha çox skautlarımız, menecerlərimiz futbolçu gətirməyə çalışıblar. Daha çox əcnəbilərin bura gətirilməsinə çalışıblar. Amma 2024-cü ildə yaradılan Asado Pro Bridge var, Ahmet. Artıq tam fərqli yanaşır. Emil Əsədovdur, rəhbəri 2024-cü ildə yaradıb. Məsələyə tam fərqli yanaşır, tam qlobal yanaşır. Artıq bir neçə gənc futbolçuların Portuqaliyada müxtəlif ölkələrdə yoxlanışda olmasına, klublara təklif olunmasına cəhdlər olunub, müsbət nəticələr də əldə olunub. Yaxın gələcəkdə bəzi gənc futbolçularımızın legioner həyatı yaşaması kifayət qədər realdır və əsas ümdə məsələlərdən biri, prioritet məsələlərdən biri futbol agentliyinin buradan futbolçularımızın aparılmasıdır. Gənc futbolçularımızın buradan aparılmasıdır. Bu yolda düşünürəm ki, çox çətin bir yoldur. Amma gəl razılaşaq ki, bura futbolçu gətirmək qədər asan bir iş yoxdur. Önəmli olan buradan futbolçularımızı xaricə çıxarmaqdır. Çox çətin bir yoldur. Bu yola addım atıblar, bu yolda Emil bəyə uğurlar arzulayıram və gənc futbolçularımıza da tövsiyə eləyərdim ki, əməkdaşlıqlarını məhz Emil Əsədovla, onun sahibi olduğu Əsədov Pro Bridge-də qursunlar, itirməzlər ki, qazanarlar.